Nəsə bir qüvvə var, fövqəltəbii bir qüvvə var ki, bu dəqiqliklə yaradıb hər şeyi. Zərrəciyin kütləsini biraz dəyiş, bütün hər şey dağılmalıdır, su olmamalıdır. Deməli, burada nəsə bir fövqəltəbii qüvvə var və o fövqəltəbii qüvvə də mənim üçün Allahdır. Bismillahirrahmanirrahim. Bəzi ateistlər uca Allahın olmamasına bəraət qazandırmaq üçün kainatda bəzi məxluqların faydasız olduğunu iddia edirlər. Lakin anlamırlar ki, belə bir əzəmətli, ən yüksək dərəcəli, nizam-intizamlı kainat heç nədən deyil, hər şeyi bilən, kiminsə istəyi və sonsuz elmi ilə yaradılmışdır və o yaradan da uca Allahdır. Çünki hər şeyi bilməyən və sonsuz elmi olmayan biri mükəmməl nəsə düzəltmədən öncə dəfələrlə səhvlər edir, sonra təkmilləşdirir və ortaya faydalı bir şey çıxarır. Təyyarəni misal çəkək. İlk dəfə təyyarə düzəldən və uçan kəs 9-cu əsrdə yaşamış müsəlman alim və ixtiraçı Abbas ibn Firnəs olub. Səmada xeyli uçduqdan sonra yerə enmək istəyəndə quyruq qoymadığı üçün yerə sərt düşür və yaralanır. Aşağıdakılar diqqətli olun! Bu kimdir? Bu mənim əziz dostum Abbas ibn Firnəsdir. O göyə aşiq olaraq bir gün insanların uça biləcəyinə inanırdı. Yox bir. Həqiqətən də o, Wright qardaşlarından 1000 il öncə uçmağı xəyal etməyə cəsarət eləmişdi. Tətildə təyyarə ilə səfər eləyəndə hər zaman Abbas ibn Firnəsi xatırlamalısınız. Abbas ibn Firnəs. Hazır olun! Mən uçmağa hazırlaşıram! Amma onun unutduğu bir şey var idi. Quyruq, eniş üçün vacib olan amil. Ay, kürəyim! Lakin 1000 il sonra Wright qardaşları təyyarəni daha da təkmilləşdirərək yenidən uçurlar və get-gedə təyyarənin digər naqislikləri də tamamlanaraq ideal vəziyyətə gətirib çıxarır. Hər şeyi bilən uca Allah isə yaradarkən təkmilləşdirməyə ehtiyac qalmır. Yaratdığı hər hansı canlı və ya əşyanı ilk anından mükəmməl yaradır. Uca Allah yaratdığı hər bir məxluq mükəmməl olduğu kimi, uca Allahın kainatda yaratdığı hər bir şey də faydalıdır. Lakin savadsızlar tərəfindən kainatda faydasız olduğu iddia edilən bəzi məxluqlar vardır ki, onlardan da biri hamımıza iyrənc görünən tarakandır. Alimlərin dediyinə görə yerdə 5-10 min arası tarakan növü var və onların qəfil yox olması pis nəticələrə gətirib çıxarar. Bəlkə çoxlarımız bilmirik ki, təbiətdə uçan tarakan növləri də vardır. Alimlərin dediyinə görə tarakanlar, quşlar, heyvanlar və həşəratlar üçün mühüm qida mənbəyidir. Tarakanlar zibil, ölü bitkilər və heyvan tullantıları da daxil olmaqla demək olar ki, hər şeyi yeməklə təbiəti zibillənməkdən, leş heyvan qoxusundan və digər tullantılardan qoruyurlar. Tarakanlar sanki kübrə istehsal edən təbii aparatdır. Onlar torpağın münbitləşməsində böyük rol oynayırlar. Tarakanların nəslinin kəsilməsi meşə sağlamlığına və dolayısıyla orada yaşayan bütün növlərə böyük təsir göstərər. Tarakanlar bizim üçün tullantıları aradan qaldıran təbii və ən gözəl, pulsuz bioreaktor rolunu oynayırlar. Qeyd edim ki, bir çox maddi və fiziki xərclər və ya böyük məkanlar tələb edən bioreaktor aparatı yenə də uca Allahın yaratdığı kiçik bir tarakanın yerini verə bilmir. Avropa Kosmik Agentliyinin kosmosda tullantıların təkrar emalı üçün tarakanlardan istifadə edilməsindən yazır. Hətta qərb alimləri tarakanda güclü antibakteriya olduğu üçün ondan insan müalicəsinə faydalı dərmanların da düzəldilməsindən bəhs edirlər. Əziz izləyicilər,
Yuxarıda qeyd edilənlərdən aydın oldu ki, bizim üçün faydalı olan iyrəndiyimiz bu tarakanlar həmçinin də təbiətdə pulsuz təmizləyici rolunu oynayırlar. İnanıram ki, bundan sonra heç birimiz uca Allahın xaliq sifətinə, ən gözəl yaradan sifətinə qarşı çıxıb yaratdıqlarını faydasız saymayacağıq. Uca Allah buyurur: وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ مَا خَلَقْنَاهُمَا إِلَّا بِالْحَقِّ وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ. Biz göyləri, yeri və onların arasında olanları əyləncə üçün boş yerə yaratmadıq. Biz onları yalnız haqq olaraq yaratdıq. Lakin onların əksəriyyəti bunu bilmirlər.